Kəlbəcər ana vətənidir. Atam, anam oralıdır. Elə cavanlığım orada keçibdi. Erməni qatdı, qarışdırdı dünyanı. Qatıb qarışdıranda çox belə pis olduq. Evdən, eşikdən çıxdıq. Bu səfər eşitdim ki, yol açılıb. Nəvəmə dedim ki, məni apar, yollar açılıb, gedim o qəbirlərimizi yara deyilin. Elə bana da yaxşı deyir, evlər verir. Gedəcəm o evlərdə biraz yaşayayım. Ürəyim açılar. Cavanlara da Allah kömək olsun əskərlərimizə. Onlar bizi dardan qurtardı, hamısı. Hamı kömək edib hamı bizə. Allah kömək olsun. Əskərlərimizə də, qalanlara da, ölənlərə də rəhmət eləsin. Elə öz yurdumuza da qayıdırıq, sevincə qayıdırıq yurdumuza. Ürəyim çox şaddır. Gəlib ana torpağına qismət olmuşam. Xoşbəxt adamım. 30 sene, 31 sene mənim nəvə nəticə keçəcəm var. Allah şəhidlərimizə rəhmət eləsin. Əskərlərimizə can sağlığı, İlham Əliyevə də, Mehriban Əliyevə də Allah kömək olsun. Ömürləri uzun olsun, 100 il yaşasınlar. İndi ürəkli də gəlmişəm. Çox ürəkliyəm. Bundan artıq nə var?